Biz o sıravi müəllimdən də soruşmağı bacarmalıyıq ki, niyə saxtakarlıq edirsən? Niyə bu saxtakarlıqda iştirak edirsən? O həkimdən də soruşmalıyıq, mühəndisdən də soruşmalıyıq, JEK işçisindən də soruşmalıyıq ki, niyə saxtakarlıq edirsən? Niyə bu yalanda iştirak edirsən? Niyə bu ölkənin bu vəziyyətə salınmasında iştirak edirsən? Bunu soruşa bilməliyik və onlara qarşı ictimai qınağı yarada bilməliyik. Hakimiyyət hər il yanvarın əvvəlində xoşagəlməz sürprizlər həyata keçirir. Bu il deyəsən tələsdilər, artıq ilin sonundan başladılar o mənasız ziyanlı hərəkətlərinə. Bədənyar hadisəsini dedik. Həbsxanada Eynullah Fətullayevin geyiminə narkotik atmaqla biabırçı bir növbəti qanunsuzluq törətdilər. Gənc blogerlərin Adnan Eminin həbsini bu qədər müddət uzadırlar. Apellyasiya məhkəməsi adı ilə aydan aya bu məsələni uzatmaqla faktiki olaraq 6 aydan artıq müddətdir ki, gəncləri həbsdə saxlayırlar. Heç bir günahı olmayan gəncləri həbsdə saxlayırlar. Və hakimiyyətin son sürprizlərindən biri də QHT-lərlə bağlı bir sürpriz oldu. Yadınızdadır ki, keçən il yayında hakimiyyət QHT-lərin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıran bir qanun layihəsini həyata keçirmək istəyirdi. Cəmiyyətin müqaviməti nəticəsində, siyasi qüvvələrin və ictimai təşkilatların müqaviməti nəticəsində hakimiyyət bu planından vaz keçməli oldu. Ancaq indi ilin sonunda bəlli oldu ki, hansısa normativ aktlarla, addımlarla, İlham Əliyevin fərmanı ilə, Nazirlər Kabinetinin qərarları ilə qeyri-hökumət təşkilatlarının fəaliyyətini faktiki olaraq iflic vəziyyətinə salan müəyyən qərarlar qəbul ediblər. Faktiki olaraq bütün bu vətəndaş cəmiyyətini, üçüncü sektoru hakimiyyətin nəzarətinə, hökumətin, ayrı-ayrı nazirliklərin nəzarətinə keçirən bir qərarlar həyata keçirdilər. Hakimiyyətin 2013-cü ilkin sürprizləri bundan ibarət oldu. İqtisadi sahədən kifayət qədər məlumatınız var. Ancaq o sahədə yenə də yalan və zorakılıq üzərində qurulmuş bir sahədir. Yəni, iqtisadiyyatı da bu hakimiyyət yalan və zorakılıqla idarə edir. O zorakılıq korrupsiya sistemində, rüşvət sistemində özünü göstərir. Soyğunçuluq baş alıb gedir. Azacıq bir iş qurmaq istəyən, bir iş görmək istəyən bütün insanlar hakimiyyətin korrupsiya məngənəsindədirlər, rüşvət məngənəsindədirlər. Nəfəs almağa imkan verilmir onlara. Və yalanları da bəllidir. Utanmadan iddia edirdilər ki, Azərbaycan iqtisadi inkişaf yolundadır. Böhran Azərbaycana təsir etmir. Sonra da utanmadan Azərbaycan büdcəsini əhəmiyyətli dərəcədə azaltdılar. Yəni, necə ola bilər ki, böhran sənə təsirləmirlər, sən büdcəni o dərəcədə ciddi rəqəmlərdə azaldırsan. Necə ola bilər ki, sən 2010-cu ildə neftdən gələn gəlirin demək olar ki, hamısını büdcəyə yönəltməklə məşğul olacaqsan. Halbuki neft fondu yaradılmışdı, deyilirdi ki, burada söhbət təkcə bugünün xərclərini ödəməkdən getməməlidir, həm də Azərbaycanın gələcək inkişafını təmin etmək lazımdır. Bu neft təkcə bu nəsillərin yox, gələcək nəsillərin, övladlarımızın da sərvətidir. Buna görə neft fondunda bunlar akkumulyasiya olunub toplanmalıdır ki, gələcək inkişafa xidmət eləsin. Bu nə cür vədlərdir, nə cür iqtisadi siyasətdir ki, bu saat o gəlirlərin demək olar ki, hamısı büdcəyə əlavə olunacaq və oradan da qəpik quruş şəklində müəllimlərin, həkimlərin, pensionerlərin maaşları, pensiyaları veriləcək. Böyük bir hissəsi də Əliyev rejimi tərəfindən mənimsəniləcək, uğurlanacaq. Budur bu hakimiyyətin iqtisadi sistemi, idarəçiliyi də. Belə bir rejimlə biz üzbəyüzük, belə bir rejimlə biz mübarizə aparırıq və eyni zamanda mən hesab edirəm ki, dəyişiklik tamamilə mümkündür. Əksinə, rejimin mənfurluğu, rejimin qəddarlığı, rejimin yalançılığının ifrat həddə çatması dəyişikliyi daha da real edir. Keçən toplantılarda da, çıxışlarımızda, fikir mübadilərimizdə mən öz mövqeyimi ifadə eləmişdim. 2010-cu ildə dəyişikliklər tamamilə mümkündür Azərbaycanda. Tamamilə realdır. Bunun üçün ölkədə ictimai narazılığın səviyyəsi kifayət qədər yüksəkdir. Bunun üçün ölkədə məsuliyyəti üzərinə götürə biləcək siyasi qüvvələr var, müsavat başda olmaqla real müxalifət var. Bunun üçün ölkədə vəziyyətin gündən-günə ağırlaşdığını dərk edən
vətəndaş cəmiyyətinin elementləri var. Və bu dəyişikliyin əlamətləri özünü yavaş-yavaş göstərməkdədir. Yavaş-yavaş cəmiyyətdə etirazların artması, dözümsüzlük nümayiş etdirilməsi, başlaması görünür. Tədricən susmağa üstünlüyü verən bugünə qədər ziyalılar, əhalinin müxtəlif təbəqələri mövqe bildirməyə başlayırlar. Və regionda və qlobal miqyasda da çox ciddi proseslərin getdiyini nəzərə alsaq, 2010-cu ilin dəyişikliklər ilinin olacağını demək üçün bütün əsaslarımız var. Bu il çox şeylər dəyişəcək. Dünyada da çox şeylər dəyişəcək. Bizim regionda da dəyişəcək. Qonşu ölkələrdə də çox ciddi dəyişikliklər baş verəcək. Və bu zəmində Azərbaycanda dəyişikliklərin baş verməsi də tamamilə realdır. Təbii ki, bu ilk növbədə bizim özümüzdən asılıdır, xalqımızdan, cəmiyyətimizdən və hər birimizdən asılıdır. Parlament seçkiləri bizim üçün bu dəyişiklikləri həyata keçirməyə çox ciddi bir imkan kimi dəyərləndirilməlidir. Müsavat Partiyası parlament seçkilərinə hazırlığı artıq başlayıbdır. Partiya rəhbərliyində bu istiqamətdə fikir mübadilələri başlayıbdır. Seçki strukturlarımız təkliflərini hazırlayıb artıq təqdim edibdir rəhbərliyə. Və mən inanıram ki, partiya bu il parlament seçkilərində hər zamankindən da daha yüksək əzmkarlıqla, mütəşəkkirliklə, fədakarlıqla iştirak edə biləcək. İştirakın formaları ilə bağlı fikirləri keçməzdən əvvəl bugün üçün aktuallığını daha doğrusu itirməmiş olan bəzi məsələləri yada salaq. Bunları hamınız bilirsiniz. Bizim üçün ən aktual məsələ seçki qanunvericiliyinin dəyişdirilməsidir. Burada da əsas məsələ seçki komissiyalarının parti əsasında yaradılmasıdır. Seçki komissiyalarının seçki prosesində iştirak edən bütün əsas qüvvələrin etimadına malik olması tələbidir. Bu bizim də tələbimizdir, beynəlxalq təşkilatların da tələbidir. Qeydiyyat məsələlərinin normal hala gətirilməsidir. Və bir sıra başqa seçki qanunvericiliyində zəruri addımların atılması, dəyişikliklərin həyata keçirilməsidir. Eyni zamanda biz referendum səviyyəsində olan məsələləri də aktual hesab edirik. Proporsional seçkinin bərpası, bəllidir ki, hakimiyyət proporsional seçkini 2002-ci ildə ləğv edəndə hakimiyyətin məqsədi müsavatın yapıdan üstünlüyünü, müxalifətin hakimiyyətdən üstünlüyünü gizlətmək idi. Çünki 2000-ci ilin parlament seçkilərində müsavatın proporsional seçkidə böyük üstünlüklə yapa qalib gəlməsi, müxalifətin hakimiyyətə böyük üstünlüklə qalib gəlməsi o qədər aydın görünürdü ki, o qədər Azərbaycanın hər bir vətəndaşı üçün, Azərbaycanda müşahidədə iştirak edən hər bir beynəlxalq müşahidəçi üçün o qədər aydın idi ki, hakimiyyət bundan şoka düşdü və düşündü ki, proporsional seçkidə bu müxalifətin, müsavatın bu üstünlüyünü gizlətməyin yolu proporsional seçkini ləğv edib majoritar seçkiyə keçməkdir ki, orada bu qədər aydın şəkildə görünməsin. Və bütün bu illər ərzində təkcə Müsavat Partiyası yox, bütün demokratik qüvvələr proporsional seçkinin bərpasını zəruri hesab ediblər və bildiriblər ki, ən azı qarışıq seçki sistemi olmalıdır Azərbaycanda. Biz o istiqamətdə səylərimizi davam etdirməliyik və referendum tələbi də daxil olmaqla müxtəlif istiqamətlərdə çalışmalarımızı davam etdirməliyik. Təbii ki, ən önəmli məsələlərdən biri demokratik seçki mühitin yaradılmasıdır. Söz azadlığının, mətbuat azadlığının, sərbəst toplaşma azadlığının bərqərar olmasıdır. Bu istiqamətdə böyük səyə, zəhmətə ehtiyac olacaq və eyni zamanda fədakarlığa ehtiyac olacaq. Görünən budur ki, kütləvi tədbirlər başlamadan sərbəst toplaşma azadlığının bərqərar olmasına nail olmaq mümkün görünmür. Kütləvi tədbirlər barədə ciddi düşünmək lazımdır. Bir daha ölçüb biçib, düzgün zamanı seçib, kütləvi tədbirlərə başlamaq haqqında qərar verməliyik.